Stresin idarə edilməsi üçün zərərli olmayan nədən istifadə etmək olar? Məsəl üçün, mənim evdə pişiyim var, mən gedib onu qucaqlayıram, çox rahatlayıram. Yəni, bir anda stres gedir. Və yaxud da, mən bir dəfə Tolikin verilişində, Tolik məni ağlatdı, elə bir ki, o pilotun ölümündən danışırdı. Və ekranda pilotun belə də böyük bir ekranda həmin o hadisəni göstərirlər. O təyyarə qəzası bizdəki olmuşdu. Tolik danışdı və təsəvvür edin ki, onun səsini eşitdim və mənə ağlamaq tutdu. Canlı yayımdı və mənə deyir ki, indi mənə sual verir, mən cavab verməliyəm. Orada mənim bir neçə saniyə vaxtım var idi ki, mən stresimi idarə edeyim, mən ağlamağım keçsin. Həmişəki kimi nəfəs texnikasından istifadə elədim. Yəni orada bir neçə saniyə mən özümə gəldim və onun sualına cavab verdim. Yəni, hərənin bir metodu var. Əsas odur ki, o sizdə işləsin. Yəni, siz qaçmayasınız. Qaçmaq nədir? Siqaret çəkməkdir, alkoqol, zəhərli maddələr, şabagolik olmaq. Məsəl üçün, gedir paltar alır. Nə qədər almaq olar, nə qədər almaq olar. Və yaxud da yeyir, bəziləri yeyirlər, yemə asılılığı yaranır. Yəni, əsas odur ki, sizə xeyri olan bir şey tapasınız. Hər dəfə siz ona ərizə atanda, məsələn, ondan istifadə edəndə siz ondan zərər görməyəsiniz.